Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Belə bir sual verilir ki, oruç tutmayan şəxsi iftara dəvət etmək olarmı? Ümumiyyətlə bu sualın cavabı bundan ibarətdir ki, oruç tutmayan şəxsi iftara dəvət etmək və yaxud ona iftar vermək onsuz da mümkün deyil. Niyə? Çünki iftar deyəndə ağla nə gəlir? Oruclu şəxsin orucunu axıra qədər tutub, məğrib azanında yemək yeməsinə iftar deyirlər. Yəni artıq ibadətin vaxtı bitdiyi məğrib azanında tamam kəmal tutdu və artıq iftar edir. Oruclu şəxsə deyərlər iftar edir. Oruç tutmayan şəxsə iftar edir deməzlər. Bəli, digər insanlara iftar sürəsi verirəm, möminlərə, oruç tutan möminlərə iftar verirəm. Oruç tutmayan da dəvət edə bilərəm. Bəli, şəri cəhətdən heç bir iradə yoxdur. Dəvət oluna bilər, o da gəlsin, əyləşsin və oradan moizə ediləcəksə onun bərəkətindən istifadə eləsin, dindarları görsün, oruç tutanları görsün, onlardan nəsihət eşitsin və bəlkə o da inşallah Teala sabahdan təsirlənər və ondan müsbət təsir qoyar və o da oruç tutar. Bu cəhətdən, bu ümidlə onu iftara dəvət etməyin heç bir eybi yoxdur. Amma övləviyyət budur ki, mübarək Ramazan ayında oruç tutanlar iftar süfrəsinə dəvət edilsin. Oruç tutmayan dəvət ediləndə o artıq ehsan süfrəsi sadir olunsun. Yəni onu ehsan edirsən. Ehsan deyəndə ağla ancaq yas məclisi filan gəlməsin. Ehsan etmək yəni ona yaxşılıq edirsən, ona təam verirsən, Allahın nemətlərindən ona ikram edirsən. Bu bəhsimizdə inşallah Teala istəyirik oruç tutan şəxsin digər günahlardan da çəkinməsi barədə danışaq. Fərz eləyin, necə ki Şəbani xutbəsində buyurulur ki, biz Allahın ziyafətinə dəvət edilmişik. Mübarək Ramazan ayında insanlar Allahın ziyafətinə dəvət ediliblər. Fərz eləyin, sizi bir nəfər qonaq çağırır, bilə təşbih etmirik, nəuzubillah, sadəcə zehinləri məsələyə yaxınlaşdırmaq üçün bu misal qeyd edirik. Fərz edin, Allah ki sizi ziyafətə dəvət edib, yəni qonaqlığa, ərəblər qonaqlığa diyafə deyərlər, bizə də ziyafət deyirlər. Fərz elə bir nəfər səni qonaqlığa dəvət edib. Gəlmisən qarşıva hər cür naz nemət qoyub süfrədə. Yemək içmək qoyub. Ondan sonra şirniyyat süfrəsi var, meyvə süfrəsi və s. hamısını qabağına düzüb ikram eləyib. Bu, yəni onun sənə ehtiram etməsi mənasındadır. Və sən də həmin qonaqlıqda yemək yeyə ev sahibinin müəyyən zərərlər verirsən. Məsələn, uşağını vurursan, kitab rəfindən kitab götürüb vərəqlərini cırırsan, nə bilim, su krafinkasını pəncərəyə vurub şüşələri sındırırsan. Belə bir insan təsəvvür edin. Bu nə deməkdir? Bu o deməkdir ki, o qonaqlığa gəlib, onu sahib qonaqlığa dəvət ediblər. Hörmət ediblər ona. Onu sahib qonaqlığa dəvət ediblər. Ona hörmət və ehtiram ediblər. Qarşısına nemət düzüblər. Osa, o dəvəti qəbul edib, gəlib oturub, süfrədə iştirak edib, yemək içməkdə iştirak edir. Amma digər tərəfdən ehtiramsızlıq edir həmin qonaqlıq sahibinə, həmin o ev sahibinə. Oruç tutub, digər günahlardan çəkinməyən insanlar da təqribən buna bənzəyirlər. Necə? Belə ki, oruç tutub, Allahın ziyafətini qəbul elədi. Mübarək Ramazan ayında Allahın əmrini eşitdi və oruç tutdu. Kutubə aleykumus-siyam ayəsini eşitdi, bu da oruç tutdu. Oruç tutun. Oruç isə yazıldı. Bu ayəni dinlədi, qəbul etdi, itaat etdi və oruç tutdu. Amma digər yandan qeybət edir. Onun qeybət etməsi nədir? Həmin o qonaqlıqda sənin, onun, qonağın, daha doğrusu ev sahibinin uşağını vurmağa bənzəyir. Yalan danışır. Yalan danışmağı nəyə bənzəyir? Sənin ev sahibinin kitabını cırmağına bənzəyir. Ya məsələn, göz zinası edir. Göz zinası məsələn o misalda nədir? Krafinkanı pəncərəyə vurub şüşələri sındırmağa bənzəyir. Bir yandan oruca riayət edir. Yəni qonaqlığı dəvət edib, müsbət cavab verib gəlib. Amma digər yandan nə edir? Digər yandan evə ziyan vurur, ev sahibinə ziyan vurur. Digər günahları edir. Ona görə də insan oruç ki tutur, nəinki təkcə mədəsi, digər bədən üzvləri də gərək günahlardan çəkinsin. Yoxsa ona acılıq və susuzluqdan başqa heç nə qalmır. Necə ki, biz Biharul Ənvar kitabına baxanda Əllamə Məclisi Rahiməhullah cild 93 səhifə 295, hədisi rəqəmi 25. Müəssisətül Vəfa Beyrut Lübnan çapı. Orada belə bir rivayət qeyd edir İmam Sadiqdən aleyhissalam.
Buyurur ki, Xanım Zəhradan salamullahi aleyha nəql olunur. An Fatimətə binti Rasulillahi sallallahu aleyhi və alihi və səlləm. Xanım Zəhradan salamullahi aleyha nəql olunur. Qalət, belə buyurdu. Mə yəsna'u saimu bisiyamihi izə ləm yəsun lisanəhu və səm'əhu və basarahu və cəvarihəhu. Deyir ki, oruç tutan şəxs orucu ilə nə edəcək ki? Orucun ona nə faydası var ki, əgər dilini, qulağını, gözünü və bədən üzvlərini günahdan qorumursa, o orucun nə faydası? Nə edəcəksən bu orucla? Ancaq mədə boşdur, ancaq ac və susuz qalmısan. Gözünlə göz zinası etmisən, qulağınla qeybət eşitmisən, dilinlə qeybət etmisən, yalan danışmısan, nə bilim, söyüş söymüsən, bu orucda orucluq qalmadı ki. Ümumiyyətlə siz fikir verin, hər bir halda ürfdə insanlar bir mömin şəxsdən başqa günahlar görəndə onlar psixologiyalarına pis təsir edir. Onlar başlayırlar həmin şəxsi məzəmmət etməyə. Çünki həmin şəxs digər günahlardan çəkilir. Məsələn, içki toyuna getmir, qeybət eləmir, yalan danışmır, qumar oynamır, araq içmir. Amma görürsən bir nəfərin qəlbinə dəydi. Baxmayaraq ki, o qədər günahlardan çəkilir. İndi bir günah etdi, bir nəfərin qəlbinə dəydi. Başlayırlar onu məzəmmət etməyə. Bir mənada gözdən düşür. Niyə? Çünki onların intizarı budur ki, sən əgər dindarsansa artıq tamam-kamal dindarlıq elə. Alimlərdən birinin buyuruşu var, buyurur ya dini tam götürür, ya da tərk edir. Mən özüm belə xoşum gəlir, burada belə edirəm, orada elə edirəm, özümdən din düzəldirəm, özümə sərf eləyən kimi yaşayıram, dini belə olmaz. İnsanlar artıq o saat düşünürlər ki, sən dini tamam-kamal yaşayınan. Burada bunlardan çəkinirsənsə bu günahlardan. Axı insan ağıllı insan bilir ki, bunlar Allahın haramlarıdırsa, hüdudlarıdırsa, bu da Allahın haram buyurduğudur. Necə olur ki, buna riayət edirsən üçün Allah əmr eləyib, amma buna riayət eləmirsən? Orucluqda bu daha çox özünü biruzə verir. Oruc tutan şəxs niyə görə daha çox biruzə verir? Çünki oruc olmayan adam namaz vaxtlarında bəllidir ki, bu ibadət eləyir. Qalan vaxtlarda o qədər bəlli deyil. Bəli, həccə geçsə neçə gün ərzində bu insan artıq ruhani atmosferdədir. Aydındır. Amma məsələn, xumus vermək bir neçə dəqiqəlik işdə xumusunu verdi, getdi. Namaz qılmaq bir neçə dəqiqəlik namaz qıldı, bitdi. Amma bu həcc ibadəti kimi oruc ibadəti də saatlarla sən oruclu haldasan, yəni saatlarla Allaha ibadətdəsən. Ta o iftara qədər Allaha ibadətdəsən sən. Yəni orucsan bu mənada. Və o ibadətdə olduğun halda sən başlayırsan qeybət eləməyə. Yəni eyni halda ki, sən qonaqlıqda əyləşmisən, ev sahibi sənə hörmət və ehtiram edib, ikram edib, qabağına nemətlər düzüb və qəbul eləmisən, gəlmisən, ona hörmət eləmisən. Eyni anda ki, o evdə sən hələ o evdən getməmisən, ona hörmət halındasan və eyni anda da başlayırsan onun uşağını vurursan, pəncərələrini sındırırsan, kitabını cırırsan, bayaq qeyd etdiyimiz misal kimi. Təəccüblü gəlir insana. Deyirlər belə olmaz, bu cür ibadət olmaz. Həmçinin bayaq qeyd etdiyimiz mənbədə Biharul var 93-cü cild, səhifə 295, hədisi rəqəmi 26, eyni çap, Müəssisətül Vəfa, Beyrut, Lübnan çapı. İmam Sadiq əleyhissalam buyurur ki, İzə sumtə fəliyəsum səm'ukə və basarukə və fərcukə və lisanukə və təğuddu basarəkə əmmə lə yəhillu nazaru iləyhi və səm'ə əmmə lə yəhillu istima'uhu iləyhi və lisanə minəl kəzibi vəl-fuhş. Deyir ki, sən oruç tutanda, əgər o vaxt oruç tutdun, gərək qulağın fəlyasum səm'ukə, gərək sənin qulağın və basarukə və gözün və fərcukə və şəhvətin və lisanukə və dilin nə olsun? Haramlardan çəkinsin. Və təğuddu basarəkə əmmə lə yəhillu nazaru iləyhi. Sən gözünü sənə halal olmayan şeylərdən bağlamalısan. Həmçinin qulaq asılması halal olmayan şeylərdən örtməlisən, qorumalısan. Həmçinin dilivi yalandan və çirkin sözlərdən qorumalısan və yaxud qoru. Aydındır? Deməli, təkcə belə deyil ki, ancaq elə mədən boş oldu, bu ilə kifayətlənirəm, yox. Belə olsa, sənə orucluqdan, mübarək Ramazan ayından ancaq aclıq və susuzluqdan başqa bir şey qalmayıb. Deməli, bütün əzaların, xüsusilə göz, qulaq, dil əzaları, əlin həmçinin ayaqlarınla haram olan yerlərə getmə, əlini
harama sənə aid olmayan şeyə uzatma. Bu şeylərə də tamam kəmal riayət eləmək lazımdır. Niyə? Çünki bunlar da Allahın haramlarıdır. Sən oruç tutdun, bu ayda Allahın əmrini eşitdin, oruç tutdun, amma niyə qeybət etmə əmrini eşitmirsən? Niyə gözlü haramdan yum əmrini eşitmirsən? Niyə qulağını qeybətdən yum, gözlü haramdan yum əmrini eşitmirsən? Bu necə ibadət oldu, bu necə qulluq oldu, bu necə bəndəlik oldu? Allah bizi həqiqi oruç tutanlardan qərar versin. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.